Bismillah. Kardeşlerim sualı var. Hizbler deyir ki, xavariclərə cəhənnəm köpəyi demək haqqında dəlil yoxdur. Bu düzdür yoxsa? Elhamdülillah, yox. Dəlil yoxdur. Necə yəni? Yəni nə demək istəyirlər ki? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, xavariclər cəhənnəmin tulalalıdır. Hədis var elə. Hədis var. Və ola bilsin təyin eləmək. Təyin eləmək heç kəs təyin eləmir ki, ümumən deyilib. İndi kimdir öz payını götürür. Kim ki incir, deməli onlardandır da ona görə. Bəli. İkinci sualımız, Muhammed İbn Hədi sələfidir. Muhammed İbn Hədi sələfidir. Sadəcə onun bəzi problemləri oldu. Bəzi problemlər elədi, bəzi müşkül məsələlər elədi və onun nəticəsində sələfləri böldü o. O baxımdan problemdir, o baxımdan onda müşkül məsələlər qalıb elə. Bir hərəkat idi, dağıldı. İndi tək qalıb orada. Hərdən Bədir döyüşündə faydalardan zaddan danışır. Hansı məsciddə, orada, burada. Yəni o artıq Muhammed İbn Hədi deyil. Bir oyun idi və ondan da istifadə elədilər. Ətraf. Hamısı da sonra çəkildi, atdılar onu. Bəli. Növbəti sualımız efendim. Bir qardaşın məsələn obyekti icarəyə götürən içki satacaq. Yəni obyektimi icarəyə verə bilərəmmi? Yox, əgər bir yeri icarəyə verirsənsə, bilirsən ki, o içki satacaqsa vermə, yox. Çünki içki haramdır. İçkiyə görə 10 nəfər lənətlənib. Bəli. Kişi nəsli ilə övünə bilərmi? Yox. Yox, nəsli ilə övünmək, yəni övünürsən və başqalarını alçaq görürsənsə olmaz elə. Olmaz. Amma məsələn deyirsən, maşallah bizim kənd, bizim tərifləyirsən və ya öz tayfağı tərifləyirsən, əgər doğrudan da elədirsə, amma təhqir, o birisləri təhqir mənasında olmasın. Əgər hələ olsa o problemdir. Hələ olsa o müşküldür o. Bəli. Lənət etməsi olar mı? Lənət etmək ümumən olar, amma təklikdə yox. Təklikdə. Yox, hətta şeytanı hərdən lənət etmək düzgün deyil. O vaxt ki, günah eləyəndə lənət deyirsənsə şeytan sevinir. Deyir ki, Allahdım onu. Aydın da hətta şeytanı hərdən lənət demək düzgün deyil. Müsəlmanı lənət demək olmaz. Müəyyən şəkildə. Amma ümumən deyə bilərsə, məsələn, Allah zalimləri lənətləsin. Allah, məsələn, necə Peyğəmbər sallallahu əleyhi və səlləm lənətləyib. Deyir, içki içənlərə 10 nəfər lənətlənib. Amma sahabelərdən biri içmişdi, gəldilər, sahabelərdən biri lənətləyəndə de, onu lənətləmə. O Allah və Rasulunu sevir. Müəyyənə gələndə fərqli oldu. Onu göstərir ki, ümumən ayrıdır, müəyyən ayrıdır. Ümumidə olanda o demək deyil, müəyyənə onu təyin eləyə bilərsən. Aydın da, bəli. Qadın boşanma tələb etsə, kişi tələbi qəbul etsə, o qadına nəyə düşür? Yox, əgər onun xulu deyirlər, əgər boşanma qadın tərəfdən istənilibsə, onda ona xulu deyirlər də, o qadın mehrin müqabilində ayrılır. O baxır olan necə danışacaqlar, hansıdan olacaq, xulu olacaq. Məsələn, birdən qadın istəyir, kişi də istəyirmiş. Belə qadın deyir, get. Aydındır. O baxır, indi təyin eləmək lazımdır. O xuludur, yoxsa, yəni xulu, yəni qadın tərəfdən təşəbbüsdür. Amma kişi özü də talaq verirsə, o başqa. Növbəti sualımız. Şeytan dedi, ey Rəbbim, hər yaratdığının ruzisini verdin. Bəs mənim ruzim nədir? Bəs mənim ruzim nədir? Şeytan dedi. O gəri baxım. O deyə bilmirəm, bilmirəm. O gəri baxım. Növbəti sualımız. Cənnətin dolması üçün başqa varlıqlar yaradılacaqmı? Bəli, hələ gəlib hədisdə. Bəli. Bəli. Rafizlər deyir ki, İbn Teymiyyə öz Minhecus Sünnə Ennebeviyyə kitabında yazır ki, bir çox səhabələr, qabilinlər əlini söyürdülər və onunla vuruşurdular. Cild 7, səhifə 137-138. Bu doğrudurmu? Bilirsiniz, Rafizlər deyir, İmam Şafiidir, yalancılardır. Onları deyir, inanmıyor, İmam Şafii yalancılardır. Onlar İbn Teymiyyə rahimehullah birinci dəqiqləşdirmək lazım o yeri. Bir. İkinci,
Ola bilər İbn Teymiyyə deyir, onlar belə deyirlər. Deyirlər ki, belə-belə. Çünki sahabelərdən heç kəs Əli ibn Əbi Talibi lənətləməyib və ya söyməyib. O yalan namısı. O yalandır. Çünki sahabini söyməz. Ola bilər arada istisnalar var, amma belə kütləvi şəkildə, davamlı şəkildə heç əksinə olmaz. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm eşidəndə bir sahabedən bir sahabi qadağan elədi. Dedi, mənim sahabelərimi söyməyin. Bunu sahabiyə deyir. Deyir, mənim sahabelərimi söyməyin. Sahabeləri söymək olmasa da sənin sahabinən nə işin var? Sən öz günün bağla. Sən gedmirsən 14 əsr bundan qabaq o vaxtki hadisələri müzakirə eləyirsən, təhlil eləyirsən, qərar verirsən və başlayırsan belə-belə. Sən öz günü bağla. Durub sahabini söymək. Sahabelər Allah Taala seçib onları Peyğəmbər üçün. Sahabelər Peyğəmbərin ən yaxın dostları idi, adamları idi. Sahabəni söymək küfürdür. Aydın qardaşlar. Sadəcə onlar da indi danışırlar da. Onlara fikir vermək lazım deyil. Aydındır. Bir sual verebilirim şey. Mesela evden çıkarsan, evden zikirler var da, dualar var. O duaların əlavə mesela özündən bir dua ya da zikir desin. Mesela deyirəm, ayət kürsü. Bu yüzden yavaş-yavaş devam edersin. Bidətə girir yoxsa? Davamlı eləmə də, əgər dəlil yoxdursa o şeyə, davamlı eləmə. Amma əlavə hərdən eləyə bilərsən. Yəni qayda qoyma. Əgər dəlil yoxdursa ona. Aydındır? Bəli, buyurun. Səfərə çıxanda elə bir ki, bir yerdə namaz olur da, məğribə qazi olub, sonra işan qazılır da. Məğribə qalmasa təsbihat edir, yoxsa ənəqədə bir dənə işanı qılan da təsbihat edir. Əgər cəm eləyirsənsə, cəm. Məğriblə işanı. Onda məğribi qıl, üçdə və əstəğfirullah, Allahümə əntəs-sələmin, qəs-sələm onu deyir. Sonra qalx, işanı iqaməsini ver, qıl, işanı da 2 rükət və sonra da zikr elə. Zikri sonra. Yox, əgər ayrı qılacaqsansa, səfərdə məğribini öz vaxtında, işanı öz vaxtında, onda namazdan sonra olan zikirləri elə. Səfərdə olanda vitir qılmaq. Səfərdə olanda vitir qılınır. Qul gələn, duha qılınır. Hə, duhadır, vitirdir, istixarədir, ola qıla bilərsən. Məscid haqqıdır. Qılınmır, namazdan əvvəl sonra təyin olunmuş sünnətlər. Bir dənə söhbün sünnəti. Aydındır. Aleykümselam. Sağ ol. Bu heyvanların kurduğunuz ve böldüğünüz heyvanların sürü mayalamasıyla bağlı ondan da tədbirlərdə sürü mayalama. Yəni, haqlarına girilmiş yəni heyvanlar bununla bağlı. Yox, süni mayalanma olar. Olar, süni mayalanma heyvanı, hətta insanda da olar. İnsanda məsələn tutaq ki, ailədir, uşaq olmur. Lakin həkim müdaxilə eləyir. Lakin öz ərindən, öz qadınına, rəhminə qoyurlar, mənisin, süni mayalanma yolu ilə olar. Amma başqa kişinin olmaz, o zinadır. Başqa kişinin. Heyvanda isə, heyvan da orada zina zat söhbəti yoxdur axı onlarda. Ona görə süni mayalanma olar. Aydındır. Allah razı olsun. İnşallah görüşək.